İctimaiyyətdə Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovun bir qədər əvvəl verdiyi açıqlama hələ də müzakirə edilir. Belə ki, o özü təhsilsiz olsa da ətrafına alimləri topladığını və onlara 15-20 min dollar maaş təklif etdiyini bildirib. Onun bu sözləri birmənalı qarşılanmayıb, hətta dediyi cümlələrlə alimləri təhqir etdiyini bildirənlər də var. Maraqlıdır, mütəxəssislər Axundovun şirkətində çalışmaqla bağlı təkliflər alsalar qəbul edərlərmi? Qlobal İnfaza danışan tikinti mühəndisi Vəli Cəfərov deyib ki, belə bir təklif alsaydı qəti razı olmazdı. Hər zaman dövlət idarələrində işləmişəm. Məktəblər Bakı və Naxçıvan hava limanını tikmişik. Heç vaxt qeyri-ciddi şirkətlərdə çalışmamışam. Adı çəkilən şəxsin şirkətini də ciddi qəbul etmirəm. Valla nə deyim, məsələn, illər əvvəl Aynur Sultanova deyilən ərazidə bina tikmişlər. Bildiyim qədərilə onu hələ təhvil verməyiblər. Ona görə də onları ciddi saymıram. Bir sözlə işləməzdim deyə o bildirib. İqtisadçı Natiq Cəfərli də İsfəndiyar Axundovla çalışmağa razı olmayan mütəxəssislərdəndir. Əmlak məsələləri üzrə ekspert Mülkədər Rüstəmov da digər həmsöhbətlərimizlə eyni fikirdədir. Hər şey kənardan göründüyü kimi deyil. Adam yaxşı əmək haqqı təklif edə bilər. Bu gözəldir, amma mənim öz iş prinsiplərim var. Kimisə özünü şah, mən isə kölə kimi görə bilməz. Buna görə kollektiv işlərdə çalışmıram. Heç vaxt elə bir insanla da işləmərəm deyə ekspert bildirib.